Salam, bu dərsimizdə ABŞ 19-cu əsrin və 19-cu əsr və 20-ci əsrin əvvəlləri mövzusuna baxacaq. Birinci onu vurğulayım ki, bu xəritəni bu dərsdə tam həll eləyəcəyik və bununla bağlı suallarımız qalmayacaq. Bir-bir hamısını deyəcəm nə lazımdır. Birinci nəyə baxaq? 19-cu əsrin başlanğıcı və Jeffersona qədər. Düzdür, Louisiana da Jeffersona aid. Gələcəm izahda, deyəcəm niyə ayırdım bunları. Deməli, birinci ABŞ yeni yaranmış bir dövlət 18-ci əsrin ikinci yarısı. Bunun qarşısında məqsəd nədir? Dövlətimi gücləndirmək, yəni müstəqilliyi qorumaq və daha da gücləndirmək. Və hərbi xərclərin azlamaq. Yəni bu nə deməkdir? Bunu loru dildə deyək. ABŞ-ın bu dövrdə münbit şərait düşmüşdü əlinə. Çünki Avropanın başı qarışıqdır. Bundan əl çəkiblər belə deyək ki, və nə olur bu zaman? Bunun qəşəng fürsət düşür. Hətta Avropada buna ehtiyac da var idi. Gələcək indi orada. Deməli, münbit torpaqlar var əlində, hələ ki bu ərazilərdir. Baxın, bu rəngdə olan ərazi. Və hərbi xərclər azdır, dövlətlərin başı qarışıb orada və mən güclənirəm. Və bu zaman mənə ehtiyac nə idi? Fransa inqilabı zamanı Avropa dövlətləri birləşdilər Fransaya qarşı koalisiyaya. Hətta Napoleonun özünə qarşı da koalisiya birləşəcək. İndi eyni də inqilab dövründə də var idi bu koalisiya. Və Fransa küstü. ABŞ da bu zaman bir tərəf idi. Əsas da İngiltərə və İspaniya da əsas belə də güclü rəqiblər belə deyək Fransanın müharibəsində dedək ki, mən 18-ci əsrin ikinci yarısına, yəni İstiqlaliyyət müharibəsi dövrünə biz müttəfiqik. Mən sənə olmayan kömək elədim. Bu nə hərəkət edirsən? İndi niyə gəlib mənə kömək eləmirsən? Yəni Fransa burada incidir. Üstəlik də ABŞ benzin tökdü biraz da alovun üstünə. İngiltərə ilə ticarət əlaqələrini bərpa edir. Öz qarnının hayındadır belə deyək ki, ABŞ. Bu da dedi ki, mən bununla müharibə eləyirəm. İngiltərə, İspaniya dedi axı. Yəni mən müharibə, yəni bilirsiniz də Avropa müharibələri, Napoleon dövrü. Sən isə gəlib bununla əlaqələri bərpa edirsən. Hələ Napoleon gələndən sonra vəziyyət düzələcək. Yəni vəziyyət gərginləşdi, amma Napoleon gələndən sonra bu bir daha vurğulayam, İngiltərənin ticarətin bərpasına çalışması vəziyyəti daha da gərginləşdirir. Napoleon gələndən sonra Napoleon deyir ki, əksi, dayan, eybi yoxdur. Mən incimirəm səndən. Avropada onsuz da mən başım qarışıqdır. Heç olmasa dayan görək nə edirik burada. Louisiana ərazisində satır. Napoleona pul lazım idi. Satır şeyə, ABŞ-yə. ABŞ də niyə Louisiana'da maraqlı idi? Çünki Louisiana'nı Fransa almışdı. Daha doğrusu İspaniyada idi. Fransa aldı İspaniyadan. ABŞ narahat olmağa başladı. Niyə narahat oldu? Çünki, baxın, Louisiana dedikdə bir daha diqqət edək, təkcə bu balaca yer nəzərdə tutulmur. O dövrdə Mississippi çayının qərbində olan böyük ərazi nəzərdə, bax, bu yaşıl rəngdə işarə edilmiş ərazi var, bura nəzərdə tutulurdu. Təxmini xətt çəkəcəm buradan. Mississippi çayı, baxın, buradan başladı bura qədər. Mississippi çayının qərbində, yəni sol tərəfində olan bu ərazi Fransa idi artıq. İspaniyadan almışdı. Bu ABŞ narahat edir ki, qonşum elə zəif İspaniya idi, indi gəldi güclü Fransa oldu, bu mənə problemdir. Ona görə də bu məsələni həll edəcək. İndi Jeffersonun həll eləməsi məsələsinə də toxunacağıq. Louisiana məsələsinə də yüngül toxunaq, yəni əslində ilk olaraq o Fransada idi. Sadəcə o 7-lik müharibədə, bu sizə lazım deyil, əlavə deyirəm bunu. 7-lik müharibədə əl altından vermişdi İspaniyaya o ərazilərdə. Sonra 1800-cü ildə geri alır. Və 1803-cü ildə də satır ABŞ-yə, Napoleon satır. Yəni, Napoleonun hakimiyyətə gəlməsi vəziyyəti düzəldir bunların arasında. Biliyoruz, Napoleona pul lazım olduğu üçün, çünki Avropada müharibə aparır, xərclər var, pul lazım olduğu üçün həmin ərazini satır ABŞ-yə. Səhv eləmirəmsə 15 milyon dollar olmalıdır, qiyməti səhv deyə bilərəm, satır və böləndə də hektarı 3-4 qəpiyə düşür, 5-6 ildir, maksimumda yəni qəpiyə düşür. Belə deyək ki, böyük bir uğur idi əslində. İndi gələk Cəfər kişiyə, yəni Thomas Jeffersona tam detallı olacaq. Xəritəni bir daha vurğulayıram, nöqtəsinə qədər göstərəcəm o ərazilər necə birləşir. Jefferson kim idi? Jefferson çox böyük adam idi. ABŞ tarixində böyük adam. Baxın, Rushmore dağında 4 dənə ABŞ prezidentinin təsviri, heykəli oyulub ki, onlardan biri də Jeffersondur. Baxın, budur. Soldan sağa bu dərslikdə qeyd olmayıb, amma burada mən adlarını vermişəm. Başlayırıq George Washington soldan sağa. Jefferson, sonra Theodore Roosevelt və Abraham Lincoln bunlardır. Deməli, ABŞ-ın istiqlaliyyət, araba ABŞ deyirəm, indi ABŞ-dir də
çaşıram, hələ uyğunlaşmamışam. ABŞ-nin İstiqlaliyyət Bəyannaməsinin əsas müəlliflərindən biri. İlk dövlət katibi idi. Dövlət katibi də qeyri-adi bir şey deyil, bunu da açıqlamasını verək. Dövlət katibi indi bizim bildiyimiz dillə desək, yəni o da Lord belə desək, Xarici İşlər Naziridir. Yəni dövlətin xarici siyasətini müəyyən edən şəxsdir. Səfirliklər və s. da bunların içərisində gedir. Üçüncü prezident olmuşdu və Benjamin Franklindən sonraki dövrdə Fransada səfir də işləmişdi. Fransada səfir işləyib, yaxşı bilir, Avropa siyasətini də bilir və Napoleonla danışıqlarında 100% Louisiana'nı alanda ona bişim eləyib, onların dilini bilir, axı orada səfir işləyib. Deyib, əçi, bax, okean otayından gəlirsən, buranı idarə etmək sənin üçün zülüm olacaq. Üstəlik burada müharibə aparırsan, sənə qəşəng pul lazımdır, düzdürmü? O da deyir ki, hə də düz. Deyir, onda gəl danışaq da, sən ərazini ver, mən də sənə pul cibimdə verirəm və nə qədər istəyirsən pulun var. Pul məndə belə. Götürür, verir və satır. Və həmin ərazi həqiqətən də çox möhtəşəm uğurdur. Yəni, baxın, görün nə boyda ərazi və güclü Fransanı sıradan çıxarır qonşuluğunda. Bu çox möhtəşəm bir addımdır. Jeffersonun dövründə olur. Ən çox öyrənilmiş 100 şəxsiyyətdən biridir. Maraqlıdır. İnternetdən araşdırırsınız 100 şəxsiyyəti, baxa bilərsiniz. Və Jefferson hakimiyyətə gələndən sonra siyasi rəqiblərini əməkdaşlığa çağırdı. Görürsünüz, adam yine siyasətçidir da. Gəlin danışaq, dalaşmayaq, mehriban olaq, bişim eləyib, həm siyasətçilərlə işini həll eləyirdi, həm o boyda Fransadan ərazi əldə etdi və adam çox gözəl siyasətçi idi. Nəyə görə deyirəm? Baxın, nazirlərin regional bunu açıqlayım. Yəni, nazirləri təyin edərkən, onların bacarıqları ilə bərabər onların regional mənsubluğuna da diqqət yetirirdi. Bu regional mənsubluq nə deməkdir? Yəni, adam deyirdi ki, bu qədər ştatın içərisindən bir ştatdan, iki ştatdan nazir təyin eləməyək. Hər ştatdan nazirlər olsun ki, çünki təzə yaranmış, hər nə qədər müəyyən vaxt keçsə də təzə sayılır. Qarşı durmalar var, hər ştatın öz psixologiyası var. Mən ştatın birindən nazir təyin edib, birindən təyin etməsəm inciyəcək və mən bunları necə əldə saxlaya bilərəm? Ona görə də nə edirdi? Regional mənsubluq, yəni çalışırdı ki, nazirlər bütün ölkə içərisindən olsun. Və bunu loru dildə eləsək, məsələn, sinifdə 30 nəfər şagirdiniz var, onların hərəsi bir məhəllədən gəlir də, 5-i birindən, 10-u birindən, siz bir məhəllənin şagirdlərini çəkmişsiniz qabağa, onları nümayəndə eləyirsiniz onların içərisindən, onlara yaxşı dərslər dəfə onlardan soruşursunuz, hər dəfə videoya çəkib statusunuzda onların dərsi danışmağını paylaşırsınız, digər şagirdlər neyinəcək, inciyəcək, deyəcəklər, 100% bunlar ya müəllimə konvertin arasında nəsə verirlər, ya da ola bilməzdən mümkün deyil, müəllim ancaq bunları qabağa çəkir. Nə baş verəcək? Digər şagirdlər sizdən inciyəcək, valideyn qruplarında səs-küy. Ən yaxşısı nədir? Siz hamısını cəlb eləməlisiniz. Bərabər imkanlar yaratmalısınız. Jefferson da bunu edirdi. Louisiana məsələsini dedik. Louisiana məsələsi Jeffersonun, yenə də deyirəm, çox böyük uğuru idi. Adam artıq reytingi partladı da, bütün gün TikTokda status paylaşırlar ondan, videoları, nə bilim, o sürətlə gedib tez-tez yavaşayan videoları zad belə, orada da arada bir fəlsəfə fikir deyən sözləri, videolar partladır da, TikTok, WhatsApp statusları. Adam bildiyiniz reytingin zirvəsində. Bundan neynədi? Bundan çox gözəl istifadə elədi. Yaranmış bu nüfuzundan istifadə edib əmlak senzini ləğv elədi. Əmlak senzi, yəni digər işlərdir, davamı gəlir. Əmlak senzi nə idi? Bunu dəfələrlə digər ölkələrdə məlum videolarda da qeyd eləmişik. Yəni, seçkiyə iştirak üçün müəyyən qadağa qoyulurdu ki, məsələn, bu qədər əmlakın olsa iştirak edə bilərsən. Onu ləğv elədi. Yəni, senz qadağadır. Sonra əhalinin, xüsusilə də vəziyyətin düzəltmək üçün, sosial vəziyyətini düzəltmək üçün addımlar atdı. Qərbə doğru məskunlaşma. Bunu da asan yadda saxlamaq üçün. Yenə də gəlirik Louisiana'nın üstünə. Bayraq eləmişik bayaqdan əlimizdə, amma edilməli işdir da. Mississippi çayı, düzdürmü? Qərbində də Louisiana bu boyda ərazi alıb. Bu da düzdür. Əhali dedi, tökülüşünə getdik. Baxın, bu boyda yer almışam sizin üçün. Gedin dincəlin, nə edirsiniz eləyin, yaşayın orada, keyf eləyin. İcazə verdi qərbə doğru. Baxın, bunu da bununla əlaqə saxlayırsınız. Çölə axınları məsələsində biraz düzdür, çölə axınları deməyək, çölə axınlarının qarşısını alır. Çöləli ilə bağlı məsələdə biraz nə baş verdi? Adam əslində, deməli, Cənub ştatlarının etirazı vardı. Çünki orada quldarlıq idi,
problemli idilər də sözə baxmırdılar, belə deyək ki. Ona görə də onların etiraz səbəbi ilə köləliyi tam ləğv edə bilmir. Hələ ləğvindən danışacağıq. Yəni şey edə bilmir də, Jefferson edə bilmir. Amma əvəzində, yəni belə deyək ki, qarşısında kölə axınlarının qarşısını alır. İndi gələk xəritəmizə, bu slaydımızda bunu təmizləyim, təzədən açaq. Hə, deməli, ilk olaraq 13 dənə ştat yarandı. Bunları yazıb üstünü pis günə qoymamışdan əvvəl bir dənə şey deyim, Vaşinqton məsələsinə də aydınlıq gətirim. Baxın, bir var Vaşinqton ştatı, bir də var ABŞ-nin paytaxtı Vaşinqton şəhəri. Təxminən burada düşür. Bunları bir-birinə qarışdırmayın. Bəzən sual çıxır, ay müəllim, Vaşinqton mən internetdə yazıram, çıxır şəhər də buranı çıxır. Amma kitabda bu səhv verilib, yeri ABŞ-ın qərbində verilib. Bu necə Sakit Okean sahilində verilib. Baxın, bunları qarışdırmayın. Vaşinqton ştatı ayrıdır, Vaşinqton şəhəri ayrıdır. Bu ştat da bildiyimiz 46-cı ildə Britaniyadan alınan ərazilərdən biridir o. Oregondan da o ərazilərdir. Vaşinqton şəhəri isə dövlətin paytaxtıdır. Heç bir statusu yoxdur. Yəni nə mənada ştat deyil. Ştat statusu yoxdur. Paytaxtdır, dövlət idarələri və s. də orada yerləşir. Baxın, Maryland ştatı ilə Virginiyanın arasında yerləşən bir ərazidir. Belə yadda saxlayırsınız. Vaşinqton şəhəri, paytaxt. Vaşinqton ştatı deyəndə isə qərb sahillərinə baxırıq. Bu belə. Sonra keçək indi ərazilərə. Deməli, ABŞ burada elan olundu. Baxın, burada elan olundu. Jefferson dedi ki, mən bu ərazini böyüdəcəm, belə olmaz. Getdi Napoleonla danışdı, pulun verdi. 1803-cü ildə Louisiana, baxın, nə dedi? Burada Louisiana yazısı var, o sizi çaşdırmasın. Düz deyib, bunları mən biraz detallı deyirəm, bəlkə də sizə lazım olmayacaq, amma məktəbdə də izah eləmək üçün yaxşıdır da sizin üçün. Deməli, Louisiana, baxın, bu Mississippi çayından, təxmini çəkirəm Mississippi çayını, qərbidə olan bu yaşıl ərazi sayılırdı da. Baxın, bu ərazi İspaniyadan Fransa almışdı, Fransadan isə pulla ABŞ aldı. Yenə də deyirəm, İspaniyadan əvvəl birinci ilə Fransada olur. Yəni, onlar heç də bizə lazım deyil. Kim istəsə araşdıra bilər. Deməli, bu ərazini də Jefferson birləşdirdi 1803-cü ildə. Sonra 1819-cu ildə Florida hissəsidir də bu İspaniyadan alınır. Baxın, 1819-cu ildə buranı da ələ keçirmiş oldu. Bura indiki Florida dedir. Baxın, bu ərazidə nə baş verdi? Cənub sərhədlərinin, belə deyək ki, təhlükəsini çıxdı okean sahillərinin də sərhədlərinin təhlükəsizliyini təmin etdi. Bu əhəmiyyəti də var buranın. Belə götürə bilərik. Artıq görürsünüz, bu ərazilər bizdədir. Sonra davam eləyək. Deməli, burada 1818-ci ildə həm Britaniyaya verilmiş, həm də Britaniyadan alınmış ərazi var. Bunu da ən asan yadda saxlamaq nədir? Baxın, görürsünüz, sərhədlər necə düzdür? Düz. Baxın, buradan bir düz xətt çəkirik. Yuxarıda qalır Britaniyada olan ərazi, aşağıda qalır ABŞ-da, daha doğrusu yuxarıda qalır hələ ki ABŞ-də olan ərazi, aşağıda Britaniyada. Neyinir? Bunlar danışırlar, loru deyirəm yenə də. Deyirlər ki, qardaş, bax, bu necə gözəl düz xətt keçir buradan. 1818-ci ildə söhbət edirlər. Gəl bunları bir-birimizə verək, sərhəddimiz olsun düz. Ona görə 18-ci ildə bu xəttin yuxarısındakı paralelində, yuxarısındakı verir ABŞ-yə, ABŞ verir İngiltərəyə, bu xəttin altında içəridə qalan ərazi verir, onu da verir ABC-yə. Olur dümdüz sərhəd. Yəni, buna sərhədlərin düzəlməsi də deyə bilərik. Sonra, deməli, 1819-da dedi, 1845-ci il Texasın, yəni Texasın birləşdirilməsidir. Baxın, burada Texas özünün müstəqil respublika elan eləmişdi. Detalına getmədən 1845-ci ildə Texası da birləşdirmiş olduq. Baxın, bu da getdi. ABŞ-ni böyüdürük yavaş-yavaş. Heç bəlkə özü belə həvəslə böyüməyib. Sonra 1848-ci ildə Meksika ilə müharibə və baxın Nevada, Utah, Kaliforniya kimi ərazilər. Baxın, buraları da aldıq, birləşdirdik. Gördünüz? Bu da getdi, birləşdi. Sonra gələcək 1846-cı ildə Britaniya ilə müqavilə və Vaşinqton demişdim. Baxın, buralar da getdi. ABŞ görürsünüz nə qədər böyüyür. Bax, bundan sonra da bu hansı ərazi harda idi, necə qaranlıq qalmazlar. Ümid edirəm ki, diqqətlə qulaq asasınız, qaranlıq qalmayacaq. Sonra 1783-cü ildə bunu demişdik də, bu sonra deməyək, daha doğrusu bu ilk idi də, İstiqlaliyyət müharibəsinin nəticəsi idi. Bunu qeyd etməyə ehtiyac yoxdur, dedik bu ərazilərdir. Sonra
Havay adaları var. Havay adaları Sakit Okeandadır. Burada qısa hissəsi verilir. Bu xəritədə görünmür. 1898-ci ildə birləşdirilir. Bir də 1867-ci ildə Alyaska ərazisi da Rusiyadan satın alınır. Nə vaxt? 1867-ci ildə. Və bir də bir məsələni, bu Alyaska ilə havay adaları burada yəni düşmədiyinə görə belə bu formada verilib. Sonra nədir? 1818-ci ildə bu Kanada ilə sərhəd məsələsi idi. İngiltərənin də bunu dedik. Alyaskada 1867-ci ildə alınır. Alyaskanı alanda hamı narazı, ağız büzürlər. Nədir gedib buzlaq almasan, Rusiya bizi allatdı, belə, elə boş buzlaq almasan. Hətta deyirdilər ki, o vaxtın belə loro dildə deyək ki, belə bir deyim vardı. Deyirdilər ki, Rusiya ABŞ-a xaladelnik satıb, soyuducu satıb, amma içində heç nə yoxdur. Buzlaqdır axı Alyaska, belə yadda saxlayın. İlk olaraq belə təsəvvür var idi. Alyaska heç nəsizdir, amma sonradan orada balıqçılıq inkişaf etdirildi. Yataqlar, filiz yataqlar və yaxud genişdə faydalı qazıntılar yataqları aşkarlandı və anlaşıldı ki, bəlkə də ABŞ-nin ən sərfəli siyasəti idi Alyaskanın alınması. O da 7 milyon neçəyədə alınıb, səhv eləmirəmsə dollara. O da çox ucuz bir qiymətdir. Və bu da Alyaskanın birləşdirilməsi. Bununla bağlı nəsə qalmadı məncə xəritədə, hamısını qeyd eləmiş olduq. Davam eləyə görək nə baş verir qarşıda. Demək, Avropadakı müharibələr gedirdi, hansı ki biz danışdıq, Napolyon müharibələri belə deyək ki, bu Avropada 19-cu əsrin əvvəllərində də Avropada dövlətlər arası münasibətləri belə deyək, ziddiyyətlər artmışdı, fərqli formaya düşmüşdü dövlətlər, yəni dəyişmişdi də belə deyək ki. Və bu zaman ABŞ ticarət donanması Avropa limanlarına asanlıqla girə bilmirdi. Bunun əsas səbəbi nə idi? İngiltərə hərbi donanması bunlara qarşı problem yaradırdı. Bunları belə deyək ki, qarşısını kəsirdi, mübarizə aparırdı. Və həmçinin Fransaya ərzaq daşınması, yəni ümumilikdə götürsək, müharibə edən dövlətlərə ərzaq daşınması İngiltərəni daha çox narahat edirdi. Axı İngiltərə özü də Fransaya qarşı koalisiyadadır. Sən Fransaya yardım edirsən, İngiltərə onsuz da acıqlıdır bunun əlindən. Neynəmədi? Bir bəhanə axtarır onsuz da. Və ona görə də gəmiləri batırır, orada ticarət imkan vermirdi Avropa limanlarına yaxınlaşmağa. İngiltərədə dəniz hegemonu, Avropada o limanlara problem qoymurdu da, belə deyə ABŞ gəmilərini. Və üstəlik də əlində əsas var idi. Nə idi əsas? Dedi, sən Fransaya ərzaq yardım edirsən, Fransaya ərzaq aparırsan. Belə bir vəziyyətdə onsuz da Avropada baş qarışıb, ABŞ da düşündü ki, bunların orada başı qarışıb. Mən onsuz da orada bu problem yaradır. Ən yaxşı bilsən neyniyim? Bu Kanada var şimalda. Şimala doğru sərhədlərimi genişləndirin. Baxın, Kanada buradadır. Burada sərhədləri o yuxarıda dedik də, bildik. Kanadanı mən ələ keçirməliyəm. İngiltərədə öz növbəsində 1812-ci ildə ABŞ-nin Kanadaya hücumu ilə müharibə başlayacaq. Buna ikinci istiqlaliyyət müharibəsi də deyirik. Niyə belə deyirik? Buna da toxunacaq. Deməli, Kanadaya hücum eləyəcək. Və hələ ki, bu niyyəti var ki, Kanadanı tutmaq. Bəs burada İngiltərənin məqsədi nədir? İngiltərə dedi ki, fürsətdir da, müharibə olsa mən keçmiş müstəmləkələrimi ələ keçirərəm bu ərazilər də. Yəni, axı İngiltərə müstəmləkəsində, yəni Britaniya müstəmləkəsində yaranmışdı. Axı koloniyalar ayrılıb müstəqil olmuşlar. Mən buraları yenidən özümə tabe eləyirəm. Bir də o birinci 83-də ki, mən uduzdum onun müstəqilliyin Kanada. O vaxtdan bunu acıqlayam. Birinci müharibənin əvəzini çıxacam. Yəni, burada səbəblər nə oldu? ABŞ-nin Kanadaya iddiası, Kanadanı ələ keçirmək istəməsi, İngiltərənin keçmiş müstəmləkələrini qaytarmaq və birinci müharibənin əvəzinə çıxmaq. Çox sadə bu formada. Və 12-ci ildə Kanadaya hücumla müharibə başladı və İngiltərədə artıq Fransa 12-də artıq Napolyon sıradan çıxarılmışdı da. Fransanı məğlub eləyəndən sonra, 12-dən sonra da belə deyək ki, bütün güclərini yönləndirdi bura, Amerikaya. Amerika qitəsinə burada tam miqyaslı dəniz blokadasını aldı ABŞ-ni və bu da nə demək idi? Onun iqtisadiyyatına böyük zərbə idi. Hətta Vaşinqton ələ keçirildi. Vaşinqtonun, baxın, buradadır. Bayaq dedim, niyə istiqlaliyyət müharibəsi deyəcəyik? Vaşinqtonun ələ keçirilməsi və Vaşinqton uğrunda yenidən bunların mübarizə aparması, yenidən xilas eləməsi, yenidən öz istiqlaliyyətləri uğrunda mübarizə aparması demək idi. Ona görə də biz buna həm də ikinci istiqlaliyyət müharibəsi də deyə bilərik. Və nəticə nə oldu? Bunlar mübarizə aparıb qalib gəldilər və öz istiqlaliyyətlərini yenidən aldılar.
və 1814-cü ildə Gent müqaviləsi imzalandı Belçikada. Müharibə bitmiş oldu. Dedilər, qardaş, boş-boşuna mübarizə apardıq, qaydırıq müharibədən əvvəlki vəziyyətə. Sən Kanada iddiandan əl çəkirsən, mən də sənə müstəmləkə kimi baxmaqdan əl çəkirəm. Yəni, Gentin nəticəsi bu idi. ABŞ Kanada iddiasından əl çəkdi. İngiltərə də dedi, səni müstəmləkə kimi baxmaqdan əl çəkirəm. Əvvəlki vəziyyətə də qaydırıq. Məsələ bundan ibarət idi və bitdi. 1823-cü ildə ABŞ prezidenti Monroe, hansı ki Monroe var bu kişi, bu əlavə deyirəm bunu, maraqlı olsun. 1803-dəki o Louisiana məsələsində imzalayanlardan biri bu olmuşdu. Yəni da Jeffersonun dövrünə. Adam təcrübəli idi və Monroe doktrinası 1823-cü ildə artıq ABŞ prezidenti olaraq doktrina irəli sürür. Doktrinadakı siyasi ideoloji bir hərbi təlimdir da. Mahiyyətinə baxın, nə deyirdi? Doktrinada nə nəzərdə tutulurdu? Avropa dövlətlərinin Latin Amerikasına qarşı, Latin Amerikası ölkələrinə təsirinə qarşı yönəlmişdi bu doktrina. Bu nə deməkdir? Yəni İngiltərəsi olsun, güclülərin adını çəkək də, İngiltərəsi olsun, Fransası olsun, nə bilim, İspaniyanın özü olsun ki, Amerika qitəsində, Latin Amerikası ölkələrində yenidən öz mövqelərini gücləndirməyə çalışırdılar. Monroe da dedi ki, qardaş, Amerika ayrıca bir sistemdir. Gedin Avropalı deyilsiniz, gedin öz işinizlə məşğul olun, Amerikaya qarışmayın. Biz də Avropaya qarışmayacağıq. Ona görə də əslində Monroe doktrinası ABŞ-nin Latin Amerikası ölkələrində nüfuzunu, nüfuz dairəsini genişləndirmiş oldu. Ümumiyyətlə Amerika qitəsində də deyə bilərik bunu. Və dünyanın Avropa və Amerika sistemlərinə bölünməsinə səbəb oldu. Yəni nə deməkdir bu, bir daha deyirəm. Dedi ki, Monroe doktrinası, qardaş Avropalısan, nə işin var sənin Amerikada? Qarışmırsan buranın işinə, Amerika qitəsi ayrıca bir sistemdir. Mən də Amerikalıyam, Avropanın işinə qarşı. Sonra nə dərəcədə əməl eləyəcəklər, o ayrı bir məsələdir. Söhbət o doktrinadan gedir ki, nə baş verdi? Qarışmadı. Yəni ona görə deyirik ki, Avropa-Amerika sistemlərinə bölündü dünya. Və burada bunu da qeyd eləyək, bu müqavilənin imzalanmasıdır. Burada 12-14-cü il ABŞ bayrağı, baxın görürsünüz, İngiltərə toplarının zərbəsi nəticəsində bu bayraqda görürsünüz, dəliklər açılıb, bu parçalanmış. Məhz bu bayraq motivasiya belə deyək ki, ilham mənbəyi olur. Francis Scott deməli həmin o şeiri də misralarında bunu təsvir eləyir. ABŞ-nin himni olur sonradan, həmin o poemadan götürülmüş bir hissədir. İnternetdə ABŞ-nin himni yazıb Wikipediadan baxa bilərsiniz, sözlərini izləyə bilərsiniz. 19-cu əsrin ikinci yarısında vəziyyət necə idi? Təbii ki, elə əsrin əvvəllərində də biz dedik ki, axın baş verirdi da Amerikaya köçüb gələnlər, yəni əhali axını bu nəzərdə tutulur. Yəni bu nə demək idi? Yəni indi necə green card udub və yaxud belə gedib yaşamaq istəyirlər, eyni məsələ idi. Yəni ABŞ hər kəsin yaşamaq istədiyi ölkə idi. O dövrdən də yəni əhali axını baş verirdi və əsasən şimal və qərb bölgələrinə. Bunun da səbəbi çox sadədir. Yəni burada ay yadımdan çıxarmır. Cənub quldar idi da. Yəni cənuba niyə getsinlər ki? Yəni bir adam axın edənlər hansısa bir çətinlikdən qaçıb gəlirdilər də, düzdürmü? Yəni niyə gedib quldarlıq olan bölgədə məskunlaşsınlar? Ona görə də baxın gəl bu xəritənin açıqlamasını versə, yəni burada hamısı verilib. Bunun izaha ehtiyac yoxdur. Yəni ayrılan ərazilərdir. Müharibədən əvvəl, müharibə başlayandan sonra, yəni daha doğrusu müharibədən sonra da yəni başlayandan sonra elə deyə ayrılan ərazilər, köləliyin mövcud olduğu amma ayrılmayan ərazilər, bax bu bölgələrdə görürsünüz, köləlik burada olub. Misal üçün 1862-dəki azad olunma bəyannaməsi veriləcək, 63-dən qüvvəyə minəcək. Orada ilk olaraq indi bu dərslikdə yazılmır, sadəcə mən detallı deyirəm ki, daha maraqlı olsun sizin üçün. İlk olaraq 1863-cü ildə o qüvvəyə minəndə quldarlığın hökm sürdüyü Cənub ştatlarına şamil olunur. Amma şimalda bəzi bölgələrdə, daha doğrusu ayrılmayan bəzi bölgələrdə də quldarlıq vardır. Onlara da sonradan şamil olunacaq. Amma ilk olaraq bu əslində bir hərbi taktika olaraq qəbul olunur. Gələcək orada və sonra köləliklə qadağan edilmişdir. Bu da sonradan ələ keçirilən əraziləri. Oralara da ehtiyac yoxdur. Deməli, şimala və qərbə əsasən köçmək istəyirlər. Şimala kimlər yaşayırdı şimalda? Protestantlar idi, sənaye və ticarət inkişaf edirdi. Şimal bölgə çox gözəl, hər şey bağ kimi gedir. Qərbdə də yeni məskunlaşmadır və nə dedi? Qərbi axınlar davam edir və qərbdə də qərb bölgədə, yəni bu yeni tutulan ərazilər, yeni ələ keçirilən, yeni deyəndə yəni əsr ərzində ələ keçirilən ərazilər, bu da inkişaf eləyib, yəni kapitalizm münasibətləri, yəni sənaye, ticarət inkişaf eləyəcək burada da. Bəs cənubda vəziyyət nətər idi? Cənubda katoliklər və kənd təsərrüfatı
quldarlıq, həmin quldarlıq şəraitində pambıq plantasiyalarının yetişdirilməsi, yəni arada fərq var idi. İqtisadi bir fərq var idi. Sosial fərq də var idi. Yəni bir tərəfdə azad əhali, bir tərəfdə qullar da var və ona görə də bölgələr arası biz burada nə yazmışıq? İqtisadi fərqlər və irqi ayrı seçkilik. Bölgələrin arasında problem idi. Yəni şimalla cənubun arasında məhz ziddiyyət yaradırdı bu məsələ. Buna görə də məhz ABŞ vətəndaş müharibəsi 61-65-də başlayacağı, onun əsas səbəbi nə idi? Sənaye burjaziyası ilə quldarlıq tərəfdarları arasında mübarizənin kəskinləşməsi. Yəni şimalda sənayedir, cənubda quldarlıqdır. Yəni burjaziyadır, cənubda da quldarlardır. Bu zaman bu siyasi, yəni vətəndaş müharibəsinə gətirib çıxaran siyasi proseslər bəs nə oldu? Bildik, burjuaziya ilə quldarlıq tərəfdarları arasında gərginlik var. Bu gərginliyi müharibəyə çevirən məsələ nə oldu əslində? Deməli, Respublikaçılar Partiyası ümumiyyətlə quldarlığın ləğvi fikrində olan insanların toplunduğu bir qurum idi. Demokratlar arasında da quldarlıqla bağlı məsələdə fikir ayrılıqları mövzuda tərəfin saxlayaq, yoxsa mübarizə aparaq. Bu fikir ayrılığından istifadə edən respublikaçılar seçkidə qalib gəldilər və 1860-da Avram Lincoln prezident seçildi. Bunu demişik dəfələrlə də, yəni 60 hakimiyyət illəri amma 61-65 verilir. Bu prezidentin seçilməsi və and içmədən sonra hakimiyyətə başlaması da, yəni 60-da sonunda seçilir, 61-dən vəzifəyə başlayır. O problemli bir şey deyil. Ona görə rast gələ bilərsiniz. Məsəl üçün 60-da seçilib hakimiyyət illəri 61-65-də yazıla bilər. O normal bir şeydir. Avram Lincoln prezident seçildi, quldarlığın ləğvinə çalışan partiyanın nümayəndəsi prezident seçilib. Cənubda vəziyyət nətər olacaq? Qalxın ayağa, ayrılırıq biz. O bizə qarşıdır. Bütün dünyanın quldarları birləşsin, belə deyək ki. Qalxdılar ayağa və ayrıca bir konfederasiyada birləşdilər. Yəni konfederasiyada birlik idi, yəni məcburiyyət qarşısında yaradılmış birlik idi. Bəzən yox, əksər hallarda müvəqqəti birlik sayılır. Bunlar ayrılan kimi Lincoln da oradan dedi ki, Cənub ştatları üsyan elədilər, bunlar qiyamçıdırlar, bunlar üsyançılardır, bunlara qarşı mübarizə başlamaq. Və nə baş verdi? 1861-65-ci il vətəndaş müharibəsi var. Birinci mərhələ 61-62-ci illər, burada vəziyyət ürək açan deyil, Cənub ştatları üstünlük qazanır, ərazilər ələ keçirir və deməli, bu da təcrübəsiz ordu generalların rəhbərlik etməsi vəziyyətlə bağlı idi da, yəni Lincoln da şimalda. İlk mərhələdə Cənub qalib üstündür. Uğurlar qazanır, ərazilər ələ keçirir və ərazilər ələ keçirsə orada quldarlıqla münasibətlər də tətbiq oluna bilər. Lincoln oturdu, fikirləşdi ki, Allah, mən neyiniyim? Lincolnla həm də problem yaradan məsələlərdən biri də bilirsiniz nə idi? Torpaq məsələsinin, sonra quldarlıqla bağlı məsələnin həll olunmaması idi. Əhali narazı düşürdü. Bu isə əhalinin özünə cəlb eləməkdir. Ona görə ki, qardaş, mənim əlimdə qərb ərazilər var. Buranı məskunlaşdırmaq lazımdır. Və bu qədər torpaq var da, verim cəmaata bu torpağı, hörmətim də artsın. Ona görə 62-ci ildə homesteadlər haqqında qanun verildi. 62-ci ilin mayında nə deyirdi qanunda? Qısa, cüzi haqq ödəyirsən, 65 hektar, qabaq yazılırdı, 160 akır, 65 hektar deməkdir də. Yəni, 65 hektar torpaq verirəm mən sizə, amma şərtim var. O torpaqda mütləq təsərrüfat quracaqsan, yəni oranı inkişaf elətdirəcəksən və bir də orada qul əməyindən istifadə etmək olmaz. Cənubda olan o zülmə məruz qalanlar da deyir ki, nə gözəl. Həm torpaq verir ucuz qiymətə, həm də ki, quldarlığı qadağan eləyir. Nə gözəl, gidə. Yəni, artıq qərb ərazilərində bu boş torpaqları başladı paylamağa. Tərəfdarlarının sayı artdı. Və bir də nə məsələ idi buna problem yaradan? Quldarlığın ləğv olunmaması. Və 62-ci ildə azad olunma bəyannaməsi də verir. 63-cü ilin yanvarın 1-dən köləlik ləğv olunur. Və uzatmayacaq, artıq üstünlük keçir Lincoln tərəfə. 65-ci ildə konfederasiyanın paytaxtı tutulur. Qabaq yazılırdı Richmond şəhəri. Başçısı da Jefferson Davis idi. İndi onlar qeyd olunmur, ona görə deməyək. Dedim ya, daha doğrusu, yəni bilməsəz də olar. Paytaxt tutulur və Cənub ştatlarının konfederasiyası məğlubiyyətə uğradılır və bununla da ABŞ-də iki hakimiyyətliyə son qoyulur, ölkənin bütövlüyü bərpa olunur. Qeyri-adi bir şey deyil.
İki hakimiyyətli idi də Cənub Ştatları qiyam edib hakimiyyəti tanımırdılar. Ayrıca konfederasiya olmuşdular. Nədir? Bu həmin prosesə də son qoymuş oldu. 65-ci ildə elə müharibədən az keçib, Lincoln öz zəfərinin eyforiyasındadır, gedib oturub tamaşa izləyirdi. Amma onun üçün çox faciəli hadisədir və Lincoln ümumiyyətlə həyatını oxuyun, çox çətin həyatı olub, o qədər də asan yaşamayıb və Lincoln'un suiqəstə məruz qaldı həmin teatrda tamaşa izləyərkən və öldürüldü. Təbii ki, belə qarşıdurmalar olmalı idi, çünki ağır bir işin öhdəsindən gəldi də, belə deyək ki. Və müharibə bitəndən sonra 66-cı ildə konstitusiyaya əlavələr edildi. Yəni həmin 63-dəki bəyannamə var idi, quldarlığın ləğvi hüquqi əsaslandırıldı. Yəni ABŞ-də ağlarla qaralar bərabər, yəni Afro-Amerikalılar deyirlər də, yəni Afrika Amerikalıları o anlamı o deməkdir. Qaradərlilər nəzərdə tutulur ki, ağlarla bərabər hüquq qazanmış oldu. Vətəndaş müharibəsindən sonra da ABŞ-də ərazi genişlənməsi davam etmişdi. Əvvəldə ərazilərlə bağlı qeyd etmişəm. Yəni sadəcə bəzən təhlil analiz edib yazmırıq onu. Yəni həm müharibədən, vətəndaş müharibəsindən əvvəl, həm də sonrakı dövrdə ABŞ ərazilərinin bölünməsi prosesi davam edib. Məsəl üçün, Alyaska ərazisi nə vaxtdır? 67-dir. Müharibədən sonrakı dövrə düşür. Həmçinin Havay adaları da qeyd eləyə bilərik burada. Davam edək. 20-ci əsrin əvvəllərində ABŞ-də vəziyyət necə idi? Təbii ki, əla idi. Elmi, texniki cəhətdən inkişaf edirdi. İqtisad, təbii ki, bu varsa onsuz da iqtisadi inkişaf olacaq. Yəni, ölkə inkişaf edir. Yeni sənaye sahələri inkişaf edir və həmçinin artıq 20-ci əsrin əvvəlləri dünyanın birinci sənaye istehsalına görə birinci dövlət olub. Görün, nə qədər inkişaf. Bu uğurların arxasına biz baxsaq, ABŞ-nin, baxın, vətəndaş, birinci lap götürsə İngiltərənin, Britaniyanın zərərsizləşdirilməsinin, davamı ilə vətəndaş müharibəsində ən əsas qələbə qazanılması, ölkənin birliyinin təmin olunması, quldarlığın ləğvi, bütün bunlar hamısı gətirirdi də, təkan verirdi inkişaflara. 20-ci əsrin əvvəllərində ABŞ artıq həm də təcridçilik bu vaxta qədər 20-ci, baxın burada yazmışam, təcridçilik prinsiplərində Rooseveltdən danışanda toxunacam. Yəni artıq bu vaxta qədər təcridçilik aparan o qədər inkişaf edib ki, artıq gözü orada, burada da Şamaxı xanlığında deyirik. 1892-ci ildə Mustafa xan gələndən sonra öz inkişafını o qədər təmin edir ki, öz çapında da, belə deyək ki, artıq digər xanlıqların da ərazisini ələ keçirməyə çalışır. ABŞ də artıq 20-ci əsrin əvvəlində Şamaxı xanlığının versinə bax da ABŞ-la müqayisə edirik arada. Yəni məsələ nədən ibarət idi? Primitiv olsun deyə bunu çəkdim. Yəni bu da artıq o qədər böyüyüb ki, o qədər güclənib ki, artıq dünya ağalığına. Monroe deyirdi ki, Avropaya, James Monroe nə deyirdi 23-də doktrinada? Deyirdi ki, sən Avropasan, mən Amerika, heç kim bir-birinin işinə qarışmasın. İndi Roosevelt nə deyir? Düzdür, böyük dəyənəklə Roosevelt də əslində onu Latin Amerikası ölkələrinin nüfuzunu artırmağa, həmçinin də Avropanı buradan sıxışdırmağa çalışdı. Amma həm də nə deyib? Demirdi ya Avropa sizin. Deyirdi ki, yəni Loro dildə də məqsədi o idi. Avropada da, bütün dünyada, ümumdünya ağalıq etmək istəyirdi. Qabaq indi verilmir o. Deyirdi ABŞ-nin rolu beynəlxalq polis məqsədi beynəlxalq polis rolunu oynamalıdır. Yəni hər şey bundan sorulmalıdır. Hər şey ağası nə lazımdır bundan soruşmalıdır. Yəni belə 20-ci əsrin əvvəllərinə baxanda biraz bu ardıcılıqdan uzaqlaşdıq. Trestlər yarandı. Trestlər nə idi? İnhisar birlikləri idi. İnhisar nədir? Trest nədir? Bunun da məncə bilirik, amma yenə də deyəcəm. Trest, yəni inhisar ümumiyyətlə Loro dilsə bazarda tək başına ağalıq deməkdir. Monopoliya. Tez-tez eşitdiyimiz sözlərdir. Bir ki, misal üçün, bazarda baxılır, amma monopoliyadır da, yəni tez-tez eşidir. Bu inhisardır. Trest də inhisarın bir növüdür. Elə belə bazarda tək ağalıq dediyi inhisardır. Həmin onu trestlər formasında da bir növüdür da, yəni trestlər formasında. Misal üçün, bir neçə şirkət birləşir və trest yaradırlar. Misal üçün, Rockefellerin Standard Oil tresti. Trest yaradırlar və həmin o trestin tərkibində şirkətlərin çox hüququ olmur.
vahid misal üçün qiymətin təyin olunmasıdır və s. bu formada birləşirlər. Yəni bir mərkəzdən olur. Yəni artıq sən onun tərkibindəsənsə özündən əlavə öz məhsulu var, qiymət qoya bilməzsən, ümumi qiymətdir. Bu nəyə xidmət eləyir? Təbii ki, rəqabət mühitini sıfıra endirir. Rəqibləri sıradan çıxarsan, hamısını alırsan öz bayrağının altına, öz trestində. Rəqiblərini sıradan çıxarırsan. Bu təbii ki, inkişafa mane olur. Rəqabət olmayan yerdə inkişaf olmur axı. Ona görə də trestlər problemdir. Və bu zaman təbii ki 1900-1903-cü il dünya böhranı və bu böhran zamanında trestlər problem yaradırlar təbii ki. Dövrlərin ən belə əsas islahatçı prezidentləri Theodore Roosevelt və Wilson idi. Ardıcıl baxsaq Roosevelt 1901-də seçilir prezident və dövlət tənzimlənməsi siyasətində ilk addımlar atılır Roosevelt. Yəni iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi siyasəti yürüdülür. İlk dəfə Rooseveltlə başlayır bu. Trestlər əleyhinə qanun qəbul olunur və bu da kapitalın həddən artıq mərkəzləşməsinin qarşısını alır. Bu nə deməkdir? Həddən artıq mərkəzləşmə. Yəni trestlərdə artıq pul bir cibə gedir və yaxud bir neçə cibə gedir. Zəiflər sıradan çıxarılır. Kapital mərkəzləşir. Bir qurumun, bir tresti, misal üçün neft tresti, standart oilun misal üçün əlinə bütün neftdən gələn gəlirlər gedir onun cibinə. Başqaları müflisləşir. Bu nədir? İqtisadiyyata ziyandır və kapitalın mərkəzləşməsidir. Onun qarşısını almaq üçün trestlərə və dövlət artıq öz başına olanda bu proses ziyan verdiyinə görə dövlət işə qarışır və iqtisadiyyatı tənzimləyir. Trestlərin hüquqlarını məhdudlaşdırır və inkişafa səbəb olur. Eynisini bu böyük dəyənəkdən danışdıq, buranı keçək. Eynisini 12-ci ildə, yəni Wilson 12-də prezident seçilir, 13-dən vəzifəyə başlayır. Bunu dedim də, yəni ilin sonu seçilir, seçici olur, yeni ildən başlayırlar. Gömrük, bank işi, maliyyə iş sahəsində əsaslı islahatlar aparır. Onun hakimiyyət dövrü yeni demokratiya dövrü adlanır. Sənaye inhisarları üzərində, yəni yenə də trestlərdən söhbət edə bilər burada, dövlət nəzarəti tətbiq edilir və azad görürsünüz. Trestin olmağı rəqabəti salır aşağı. Amma trestlərin əleyhinə mübarizə aparanda, onların hüquqları məhdudlaşanda azad rəqabət mühiti yaradırlar. Azad rəqabət mühiti də təbii ki, inkişafa səbəb olur. Və deməli, yeni demokratiya. Deyir ki, Wilsonun dövrü niyə yeni demokratiya olsun? Baxın, demokratiya tək elə azad seçkinin olması demək deyil ki, demokratiya bütün sahələrdə olmalıdır. Sənin seçkində də olmalıdır, sənin iqtisadiyyatında da olmalıdır. Wilson neynədir? Baxın, gömrük işi, bank işi, maliyyə işi, trestlər əleyhinə mübarizə, inhisarlar da, yəni üzərində nəzarət, bütün bunlara qarşı mübarizə aparır və azad rəqabət mühiti yaradır. Demokratiya dövründən başqa nə deyək bunun hakimiyyət dövrü? Yəni, məhz bu səbəbdən idi. Belə, ABŞ ilə bağlı mövzumuzda bu qədər. Uğurlar hər